Həmin bu varsa. Bu diaqnozuna qoymuşlar sənə? Bu diaqnozu qoydular mənə 2025-in dekabr, 2025-in may, aprel-may. Qoydular, iyul, aprel-may, beləncə. Qoydular, bəs stomanda sonra başlayırsan? Stomanı mən deyim də, onlar diaqnoz qoyandan sonra mənə dedilər ki, sırası göndərdilər onkologiya. Çəkirsən? Mənə onkologiya göndərdilər, dedilər ki, laboratoriya onkologiya getdim, ximiyoterapiya. Orada 10 kurs mən ximiyoterapiya verdilər. Onkologiya. Eşə, bax, deməli, xəstəmiz Cəlal, xəstəmiz deməli, bizə müraciət eləmişdi, böyük bir həcmli törəmə, rektosigmoid bölgəli törəməsi ilə biz xəstəyə müayinələr apardıq və dəyərləndirdik ki, xəstə operabildir, əməliyyat qərarı verdik və xəstə əməliyyatlar bugün 11-ci sutkadır. Biz xəstəyə deməli, xəstəyə laparoskopik rəsədə stoma qoymuşlar və xəstənin inoperabil qiymətləndirmişlər rəsədə ki, çıxası şiş deyil, ömrü stom ilə qalacaqsan sən. Biz xəstəyə deməli, həmən bu törəməni düz bağırsaq və esvari bağırsağın rezeksiyası icra elədik, stomanla ləğv elədik və xəstə rezervuarla ilio-rekta anastomoz, supraanastomoz formalaşdırdı. Hal-halda xəstənin vəziyyəti stabildir, spəsifiksiz rezeksiya olundu. Xəstənin vəziyyəti stabildir, indi bu iynəyə baxın. Sənin bizə sözün var. Mən bir də sözüm minnətdarım. Ancaq minnətdarım, can sağlığı, Allah ömür versin. Həm də xəstədə sevinir ki, stomadan azad olun. Kövlərir biraz. Bəli. Stomadan azad oldum, Allah hamımızı var versin. Narazılığın yoxdur ki? Qətiyyən heç bir narazılığım yoxdur. Nabırt minnətdarlığımız var. Qolunların, işlərin, bilənlərin, hamısının minnətdarlığı, hamımızın. Mən onun için. Uğurlarsan. Sağ ol. Sağ-salamat, gülə-gülə. Xəstəmiz Cəlal, xəstədə böyük bir həcmli törəmə, bax, bağırsağımın bir mənfəzi buradır, bağırsağın bir mənfəzi buradır, bir mənfəzi də buradır. Çox böyük bir həcmli törəmə, qarnın ön divarına törəmə, bax, burada dərini görürsünüz də, qarnın ön divarına çıxmış törəmə. Çox olduqca texniki çətinliklə xəstəyə biz esvari bağırsağın rezeksiyası, düz bağırsağın ön rezeksiyası əməliyyatı icra elədik və uroloqlar tərəfindən sidik hissəsinə invaziya olduğuna görə sidik hissəsində rezeksiya olundu. Həmən sidik hissəsi divarı, bax, buradır. Yox, bir dəqiqə üzr istəyirəm. Burada biraz demək çətin olacaq sidik hissəsinin divarını tapmaq. Bax, buradır. Bax, sidik hissəsi divarı buradır. Bu bağırsağın bir mənfəzidir burada. Bax, burada. Bu da ikinci mənfəzidir. Və xəstəyə o vaxtı qoyulmuş stoma, kolostoma qoyulmuşdur. Bax, yoğun bağırsaqdan cəmi cümlətanı biz xətkeş vasitəsilə ölçdük. 13 santı qalıb. 13 santı bağırsaq, yoğun bağırsaq. Yəni, bu yoğun bağırsaq bir balaca qaldığına görə bu tam yararsız idi. Və burada nazik bağırsağın bir segmenti rezeksiya olundu. Hissəvi rezeksiya olundu, çünki biraz genişlənmişdi. Və biz xəstəyə nazik bağırsaqla düz bağırsaq arasında anastomoz yaratdıq. Bu aparatlarla TA45-dir və sirkulyar 29 aparatla xəstəyə anastomoz yaratdıq. Bütün personala təşəkkürlər. Burada həm bizdə travmatoloq, həm uroloq işlədi. Bütün personala təşəkkür edirəm. Sağ olun.